Salam. Hal-hazırda 13.07.2026. Bu videonu çəkməyə qərar verdim. Yəni mövzu eyni əsas artıq mənim özümün də bildiyim, ətraf insanların da bildiyi pensiya kompensasiya mənimsəməsi adıma açılan ikinci qrup 2008-dən 2021-ə dək. Bax, mən nə deyirəm? Bütün mən üçün yaradılan problemlər, xüsusən də 2021-ci ildən sonra, həm video çəkdikdən sonra bunu səsləndirməyim, həm ondan öncə bu insanlar arasında, yəni qohumlar, yaxınlar arasında dediyim kimi, Məmməd Rəsul və Şaiq və onların bu əməllərini örtbasdır eləmək üçün onlara dəstək olan müəyyən insanlar. Yəni məqsəd 2008-dən 2021-ə dək adıma açdığınız ikinci qrup mənimsədiyiniz kompensasiyalar, pensiyalar. Yəni ki, dövlətdən saxtakarlıqla əldə etdiyiniz pulların üstünü örtbas eləmək. Yəni bu mövzu, bu məsələ mənim üçün o qədər yeni, nə demək istəyirəm, ortaya çıxartdığım faktlar mənim üçün yenilik kimi gəlirdi. Yəni təsəvvür elə ki, özümlə bağlı, öz şeyimlə bağlı gedən o qədər proseslər olub mənim arxa planda. Onları mən indi görəndən sonra, mənim üçün yenilik olur. Sanki heç mənim həyatımda baş verməyib bunlar. Kiminsə həyatında baş verib, mən onu eşidirəm hardansa. Yəni ki, siz bu saxtakarlıqları etməklə, mənim həyatımı məhv etməklə məşğul olmuşsunuz. İndi sizin məqsədinizi dedim. Və bu hər bir tərəfdən sübut olunur və olunacaq. İstər bu formada, videonu çəkib ictimai və istər dövlət tərəfdə. Burada mənim məqsədim nədir, onu deyirəm. Əlbəttə ki, üzərimə qoyduğunuz damğaları təmizləmək. Siz pul fikirləşirdiniz, Mənsur pula görə edir və s. Pul da deyil, pul elə bir şeydir ki, insanın həyatında böyük rol oynayır. Əlbəttə ki, mən maddi ziyanlara salmaqla, amma onun olmadığı sübut olunacaq da, sübut olunandan sonra, siz özünüz də belə, ətrafa deyə bilməyəcəksiniz də, pula görə edir. Özünüz belə o dediyiniz sözə inanmayacaqsınız çünki. İnanmaq istəsəz, zaten indi inanmaq istəyirsiniz, o söz deyirsiniz. Çünki başqa bir yolu yoxdur. Amma mən öz məqsədimi dedim. Bu məqsədimi deyirəm, bunun nəticəsində kimlər hansı məsuliyyətlərlə üzləşəcək, ciddi bir məsuliyyət o insanların üzərinə düşəndən sonra bu mənim üçün belə hədiyyə kimi olacaq da, İndi bir şeyi də sizə xatırladım. Siz bəlkə də 90-cı illərdə qalmışsınız. Düşünürsünüz ki, hansısa bir polislə və ya məmurlar belə bu işi örtbasdır eləyəcəksiniz. Bəlkə də 90-cı illərdə bu mümkün ola bilərdi. Mümkün idi də. Fakt. Amma indi hal-hazırdakı vəziyyətdə bunu etmək, bunu etməyə çalışan bir polis ya məmur özü necə bir risk daşıdığını və 100% risk daşıdığını bilir. Nəyə görə? Çünki ortada elektron din portalı var, Daxili İşlər Nazirliyinin portalı var və EPIS elektron prokurorluq sistemi var. Yəni ki, siz mənim elektron qaydada mərkəzə elədiyim şikayətləri kağız-küğuzlarla, orada yalanlar yazmaqla, yəqin ki, heç bir şey əldə edə bilməyəcəyinizi bilirsiniz. Vaxt da uzana bilər, amma limit var da, o limit bitəndən sonra
Hər şey öz yerini tapacaq. Siz düşünürsünüz ki, yəni kimlərə deyirəm özləri bilir. Yəni düşünə bilərsiniz ki, hə gündə o qədər insanlar şikayət edir, 100 minlərlə, minlərlə, 10 minlərlə, məsələn, 100 minlərlə lap olsun. Yəni kağız-küğüzlə biz bu işi burada ört-bas eləyərik. Kimdir o qədər şikayətlərə bir-bir baxan? Onu elə fikirləşənlər qoy elə də fikirləşsin. Epsin işləmə mexanizmini bilsəz, görərsiniz ki, heç bir vətəndaşın şikayəti havada qalmır. Mən də bunları yeni-yeni öyrənirəm. Nəticədə 17 ildir kompüter mütəxəssisiyəm. Yəni bunları öyrənmək həm də bir tərəfdən də zövq verir adama, mənə, yəni şəxsən. Çünki o sistem kiminsə istəyi ilə və yaxud hansısa kağızda nəsə yazmaqla, yəni o cür işləmir də, yəni. Yəni dövlət boş yerə milyonlarla pul xərcləmir ki, o elektron sistemlərə. Bu arada araşdırdıqdan sonra gördüm ki, mənim adıma açdığınız ikinci qrup ki var idi 2008-dən 2021-ə qədər. O 2021 o Epsin Azərbaycana gəldiyi müddətə təsadüf edir. O sistem nəyə görə gəldi Azərbaycana? Korrupsiya, şəffaflıq olsun, vətəndaş məhkəmə dəhlizlərində, nə bilim, polis dəhlizlərində sürünməsin. Vaxtı getməsin də orada, yəni ki, aylarla, illərlə. Bütün bunlara görə qurulub da bu sistem. Bu arada mənim mövzumda indiyə qədər hansı oyunlar qurmusunuz, oyunlardan çıxmısınız, onlar artıq məlum məsələlərdir. Hal-hazırda hansı oyunlardan çıxırsınız, onları da görürəm. Yəni, məlumatlıyam. Və əmin ola bilərsiniz ki, 1% narahatçılığım yoxdur. Narahatlığım yoxdur. Yəni, gedişatla. Yəni, işin düzgün nəticələrin nəticəsindən, yəni ki, heç bir şübhəm yoxdur. Nə qədər uzanırsa uzansın. İndi sual çıxa bilər ki, bu qədər rahatsansa, niyə bunları deyirsən? Ən azı özümə o sualı verirəm. Çünki dövlət xəttində gedən ayrı, amma mənim həyatımı, yəni 37 yaşım var, bu yaşıma qədər mənim həyatımı məhv etməklə məşğul olan 5-3 dənə özünü ağsaqqal hesab edən nəsildə mənim başıma gətirdikləri ayrı bir şeydir. O sizə dəstək vermək istəyən polis belə, yəni sizi qurtara bilməz də, yəni. Mümkün deyil ki, sizi məsuliyyətdən qurtara bilsin. Həm də nəyə görə ki, sizə kimsə bu işə görə dəstək versin? Yəni, sizə dəstək verən insan özü də o məsuliyyətə şərik olmuş olur. Sizin ört-bastır eləmək istədiyiniz cinayətə. Yəni, məlumatlıdırsa o. İndi dediyim kimi, yəni yeni faktlar çıxır, o faktlara görə danışıram. 2-3 gün bundan öncə verdiyiniz izahat ki var, onunla bağlı danışmaq istəyirəm. Və yəni, bu günə qədər danışdıqlarım, hiss elədiklərim, yəni nə qədər haqlı olduğumu özüm də görüm, siz də görün və əlbəttə ki, 2 övladım ki var, biri 15 yaşında, biri 12 yaşında. Onlar da böyüyür. Sizin yalanlarınızı onlar da bir ömür unutmasınlar. Və görsünlər ki, onların ataları nə qədər fədakar olub. Yəni, onlar utanmasınlar deyə bu yaşlı qurdların atalarının üzərinə qoyduqları damğalara görə utanmasınlar. Gələcəkdə, bir gün sabah. Yəni, onların utanmamasına görə, yəni, onların yanında ola-ola, heç nədən çəkinmədən, düzdür, əvvəl çəkincələrim var idi, dürüst olmağım istəsə, yəni, o qədər qorxu yaratmışsınız ki, süni qorxular. İnsanam da, robot deyiləm ki. Amma digər tərəfdən də baxıram ki, tam qorxu yox, İnam, etibar olub, ondan, yəni ki, ən çox ondan istifadə eləmişsiniz. Başqa şeylərlə başımı qarışdırmışsınız. Yəni, ataları
heç nədən çəkinmədən öz həqiqətlərini necə sübut edir, etməyə davam edir. Yəni onlara bu gələcəkdə rahat, yəni qəlb rahatlığı verəcək. Bundan əminəm. Hər zaman. İndi mən sizin verdiyiniz izahatlar və bu 1-2 il ərzində 3 il ərzində nəsə belə bunları nə qədər planlı elədiyiniz o qədər açıq-aşkar görünür ki. Yəni heyrətlər içindəyəm. İndi mən o izahatlarda yazdığınız yerləri oxuyaram. Yəni eyni nə danışmışamsa videoda, bundan öncəki videoda eyni izahatlardır. Yəni izahatda keçən şeylərdir. Yəni bəraət üçün, özünə bəraət qazanmaq üçün, vəziyyətdən çıxmaq üçün, cinayət, yəni örtbasdır eləmək üçün, yəni cinayət məsuliyyətindən qaçmaq üçün üzərimə qoyduğunuz damğalar ki var, onların necə o 13 illik pensiya kompensasiya mənimsəməsini örtbasdır eləmək üçün qurduğunuz açıq-aşkar görünür, yəni ki, heyrətlər içindəyəm, yəni təkrar olaraq da dedim bunu. Və nə qədər bu məni narahat eləsə də, görürəm ki, yəni həqiqətən də, yəni ki, çox cılız bir şeylərdir də, yəni həm cılızdır, həm bir insana, yəni bilmirəm, qoy mən bildiklərimi deyim. İndi mövzumuz nədir? 2021 pensiya kompensasiya ikinci qrup adım açdığınız budur, yəni başlıq. İndi bunu örtbasdır eləmək üçün və haçandan əlbəttə ki 2021-dən etibarən bütün pensiyalar ləğv olundu. Dövlət tərəfindən neçə 100 min saxta pensiyalar ləğv olundu. Bu ləğv olunur. Keçən videoda deyirəm, yəni 2025 o mən üçün bank məsələsi çıxartmışdım. Oradan MyGov-da görürəm ki, mənim adıma şey var. O vaxta kimi mən MyGov işlətmirdim. Orada görürəm, vəkil mənə göstərir ki, və sənin adı 2021-ə qədər aktiv olub. İkinci qrup. Orada mən bilmişəm ki, yəni, çünki 2015-də özüm imtina edirəm axı ondan. Fakt. Astarada. İndi bunu orada düşürsüz təşvişə ki, bu ləğv olundu, bunun axırı yaxşı deyil bu işlərin. Bir şəkildə, çünki rüşvətlə ya hansısa bir yollarla olub baxı, yəni Astarada, sosial orada. Ondan sonra da yəni, öncədə. Bunu bir şəkildə biz elə eləməliyik ki, məsuliyyətdən qaçmaq üçün. Xəstəlik olsun yəni ortada. Çünki heç birini şeyini eləməmişsiniz axı. Yəni mənlə qəyyumluq müqaviləniz olmayıb. İndi mən şeyi qoyuram hələ kənara. 2011-dən 2024, elə günü bugünə qədər sadəcə olaraq bu 2 ili çıxıram da indiyə qədər. 24-dən başladınız axı artıq planlarımızı həyata keçirməyə. Mən indi onlara çıxıram 2011-dən 2024-ə qədər iş, yəni iş qabiliyyətim yerində, indi də yerində, həmişə də yerində olub. Qazanmışam, nə qədər pullar qazanmışam, öz halal zəhmətimlə, faktdır da bu. Nə qədər kreditlər götürmüşəm, özümü ödəmişəm. Yəni pullar qazanmışam da, yəni işləmişəm, qazanmışam. Dövlət mənə, bank mənə zaminsiz kreditlər verib. Banklar götürmüşəm, bağlamışam, yəni vergimi ödəmişəm, vergi ödəyicisi olmuşam. Yəni bir normal bir insan
nə yaşayırsa onu yaşamışam da, yəni fərqli bir şey yaşamamışam. İndi əlbəttə səhvlərimiz, mən demirəm ki, mən süddən çıxmış ağ qaşığam ya nəsə belə. Əlbəttə ki, yəni 1000 dənə səhvim var, olub. Amma mövzumuz o deyil də, yəni. Sadəcə yəni onu demək istəyirəm ki, onları qoydum kənara. Yəni, iş qabiliyyətimin faktiki olduğunu qoyuram bir kənara. Yəni kənara necə qoyuram? Danışanda qoyuram da. Çünki onlar faktdır, yəni onları inkar edə bilmirsiniz. Amma sizin, onlar çünki faktdır, amma sizin qurduğunu elədikləriniz fakt deyil axı heç biri. 2021-dən 25-ə qədər bunu necə ört-bastır eləyək? Elə eləməliyik ki, qəyyumluq olmalıdır. Yəni sən mənim adıma, siz ikiniz, iki qardaş mənim adıma, özdə izahatda nədir, onun əlaqəsi yoxdur, ora keçərəm. Mənim adıma hər il mənə çağırırsınız sonra 2015-ə qədər. Ora qol çək, bura qol çək, bura qol çək, bura qol çək. Gəlirəm rayona, çağırırsınız, gedirəm, qol çəkirəm, qayıdıram. 2015-də də dedim ki, imtina edirəm. İmtina da elədim. İndi 2016-da bunlar hamısı sənəddə zaten var da, bunlar mənim boş sözlərim deyil ki. Məhz buna görə siz araşdırılmadan, yəni araşdırılma artıq bilirsiniz nə deməkdir? Yəni o araşdırmanın nəticəsi olacaq. O araşdırma artıq, yəni heç sərf eləmir də, mümkün deyil ki, sizə sərf eləsin araşdırılma. Yəni o olacaq, sadəcə yəni danışırıq da. 2016-da mənlə qəyyumluğumuz olmayıb. Bir, qəyyumluq olmalıdır. Yəni bir insanın əgər iş qabiliyyəti itibsə, ondan onun qəyyumluğu olmalıdır və s. Yəni 2016-da sən etibarnamə ilə siz mənim həyatımda nələr eləmədiniz? Mən şeyi qoyuram bir kənara. 2008-dən indiyə kimi ikinci qrup eləmişsiniz və s. Yəni çox şeylərdən, düzdür, işimdən, yəni ki, belə deyək də, yəni mən özümə aid zövq alıram işimdən. İstədiyim də, amma yəni necə də olmasa da, yəni şey eləmişsiniz axı o tərəfdə. Orası da var da onun, yəni hansısa bir dövlət yerində də işləyə bilərdim və s. Yəni pula görə 17-18 yaşlı uşağı oturursunuz, plan qurursunuz ki, bir dənə belə olsun, orada onun migrini var, bundan belə nəsə. Halbuki ona düşmür elə bir şey. Mən onu sonradan araşdırmışam ki, düşmür. Qəyyumluq olmalıdır, obüsü olmalıdır, digərləri olmalıdır və konkret ciddi bir xəstəlik olmalıdır. Yəni o xəstəlik olmalıdır, yəni ki, bu məsuliyyətdən yayına biləsiniz. Yəni dövlət düşməsin də, sizin mənim deyək ki, müraciətimin üstünə, şikayətlərimin üstünə dövlət düşməsin. Desin ki, yox, burada bu ruhi xəstə, obüsü, yəni yox da, yəni. Yəni o ağır cinayəti şey eləsin, bu da, yəni. İndi izahatlarınızdan oxuyuram da, yəni. Üzərimə qoyduğunuz, yəni o 2008-2001-in 21, 2008-dən 2021-dən sonra onu yəni əməliyyatlarınızı deyirəm də, yəni onunla bağlı. 1. Ruhi xəstə. 2. Narkoman. İndi bu narkomana gələrəm, baxıram ki, narkoman ora, yəni şey deyil də, narkoman şey, o 2024-də ora gələrəm, CD şey, pozitiv şeylə. Ruhi xəstə, sonra. Anlaksız.
psixoloji, yəni psixoloji xəstə. İndi bu yazdıqlarımda hansı addımları atmışsınız? Qeyd eləmişəm, ruhi xəstə, narkoman, anlaksız, psixoloji. Bu yazdıqlarımda bunları siz necə aparmışsınız? Onlara danışaq. Yəni izahatlarınızda da bunu deyirsiniz. Belə də demişsiniz. İzahatlarınızda da bunu demişsiniz. İndi bunu yenə deyirəm də, yəni bu dövlətin işinə qarışmaq kimi deyil də. Yəni dövlət zaten onun lazımı qədər araşdıracaq. Mən özüm bunlar yaşamışam axı. Bunlar indi yaşadıqlarımı deyirəm sizə faktla danışıram. Ki sabah övladlarım bunları görə bilsin. Hər tərəfli özümü sığortalamağa çalışıram. Yəni onu da deyim ki, onu deyirəm. İndi onu da deyim ki, narkoman bu 4-dədir də, yəni 4-də axırda oldu. Ondan əvvəl ruhi xəstə, ikinci, bax, birinci ruhi xəstə, ruhi yazaq, çünki sıralama bu cür gəlmişdi. 1 oydu. Tarixlərinə kimi, saatlarına kimi deyə bilərəm. 2 psixoloji, psixotrop, psixoloji, sonra onun içində anlaksız da gedir də. Söz. 3 narkoman. Bu üçüncü şeydir. Yəni ruhi xəstədə ciddi şeylər lazımdır axı. Ekspertiza və s. Belə narkomanlıqda da lazımdır. Psixolojide orada şey lazımdır. Digərində də əslində lazımdır. Amma rahatdır da, yəni narkoman kimi şey eləmək rahatdır. Yəni etibarsızlaşdırmaq və s. Yəni dövlət, yəni həm də dövlət sənin şikayətlərinə baxmayacaq. Sən kimsən ki, sən narkomansan, sən dəlisən, xəstəsən. Sən bu sözləri mənə demişsiniz də fakt. Buradakı narkoman olanda dövlət baxmır da, yəni ki, deyir, o vaxt, o 2024-cü ildə bunlar orada CD-dən şey çıxardıblar. Pozitiv çıxıb, qutardı, bitdi. Yəni, onun hər hansı bir şikayəti ola bilməz. Şikayətinə ciddi yanaşıla bilməz. Dövlətdən oğurlansa da, o birisi də olsa, nə başına gəlsin, yəni ki, baxılmır. Hər üçün də əslində ekspertiza lazımdır, yəni tibbi ekspertiza. İndi tibbi ekspertiza bunu indi 18 oktyabrda bir dənə yadımızda saxlayaq, 2025. Oraya gəlirik. İndi ilk dəfə ruhi xəstə və dəlixanaya aparmaq. Neyinirsiniz birinci? Birinci götürürsünüz Rövşən əmi ilə aparırsınız məni 2 dənə dəlixanaya. İkisində də məni qəbul eləmirlər. Yəni yatıstırmaq istəyirdiniz məni orada. İkisində də qəbul eləmirlər. Bəs nə oldu? Narkoman idim. Elə narkoman kimi həmin vaxtı yaxşı onları açıqlama, alt qatlarını danışarıq. Yəni dəlixanaya niyə aparırdın onda? Sən bilirsən axı mən narkomanam. Yəni bir qərara gəlin də. Hansı? 2024-də. Birinci apardınız 2 dənə dəlixanaya, ikisində də qəbul olmadıq. Birinci apardığınızda neynədiniz orada? Oradan Rövşən əmi kimə zəng vurdun? Şahiq əmiyə. Yadındadır da yəqin ki. Burada necə elə bilərik, götürsünlər bunu. Mənim o başım xarab olmuş deyir. Necə məni hansı vəziyyətə gətirmişdiniz, özünüz yaxşı bilirsiniz. Sonra başqa məşdağa, oradan da qəbul olmadıq. Oradan qayıtdıq. Bitdi, o həmən bitdi orada. Sonra neyinirsiniz?
Orada rövşənəm yoxdur. Mənə parkın yanında nə deyirsən? Deyirsən ki, deyirəm bu nədir bəs də belə? Niyə belə edirsiniz belə şey kimi? Deyirsən ki, planlar o bilmirəm axı sənin. Bu dəlixanaya kres qoyduqda götürmədik. Şey olmadı, yəni danışdıq o vaxtda. Götürmədilər. Ondan sonra yenə cəhdlər eləmişsən, o cəhdləri də faktla danışarıq. Sonra aparırsan məni psixologlar yanına və s. Normaldır psixolog yanına getmək. Amma burada bir mövzu var axı. Psixologun yanından getmək normaldır. Hər kəs getməlidir, yəni bir lazım olanda. Baxır ona nə ad qoyursan da, hansı məqsədlə edirsən o. Sən mənə hara aparırsan? Səhər. 2008-ci ildə nevroloji palatada, hansı ki baş ağrı ilə orada salmışdım mən. Yadımdadır da, səni diz batızada deyirlər, mən sənə ancaq bir dənə yolum var ki, hospitala təxris edim. Mən o vaxtda hardan bilim sənin məqsədin buymuş. Aparırsan məni oradakı həkimin işlədiyi özəl xəstəxanaya. Nə üçün ora aparırsan? Orada yazasan ki, anlaqsızdır və s. Kitabçaya. Onlar da keçən videoda danışdım, yeni biraz da açıq. Daha da alt qatlarını danışmağa çalışıram. Bunu da elədim. Və digər videoda danışmışam, ora qayıtmaq istəmirəm, o psixotrop dərmanlar mənə necə verdiyi. Sonra da gəlirik, həm də bu deyiləm axı, izahat əlimə yazdığınız izahatın, yəni məğzini indi oxu. Bu 2-3 gündə öyrəndir deyə ona görə. Zaten danışdığım şeyləri demişsiniz, yəni orada da. Sonra gəldik narkomana. Və bunun haqqında da danışmışıq, reabilitasiya və s. Amma reabilitasiyadan öncəki proses var axı. Yazıb. Deməli, dediyim kimi, eyni damğalardır ya. Ama yəni alt qatlarını sadəcə danışmaq istəyirəm. Yəni, nə qədər insan gərək nə qədər çıxılmaz vəziyyətdə olsun ki, bu sözləri yazsın. Buna baxan bir məmur gülə bilər ancaq buna. Yaxud nə bilim. Yəni, özünüz qurmusuz oyunu, özünüzdə nə danışdığınızı belə bilmirsiniz. Heç biri, hamısı ziddiyyət. Heç biri bir-birinə uyğun gəlmir. Bir qərara gəlin də, narkoman, ruhi xəstə, anlaqsız hansı? Ən sağlam narkomandır. Onun üzərində dayanmışsınız indi. Yəni, bir dəqiqə sizin üçün ən odur da, yəni narkoman. Etibarnamə ilə nələr eləmişsən sən? Yəni, bir insana etibarnamə deyək ki, verilir. Mən sənə etibarnamə vermişəm. Getmişəm, notariusda imza atmışam. Sənə şəkillər var da, notariusun içində, onlar çəkil. Sənə mən verirəm. Yəni, mən sənə bir insana notariusdan etibarnamə verəndə, yəni, bu qədər şey eləmək, yəni ki, ancaq qanunsuzluq ola bilər. Yəni, həm də o heç ona sənə imkan vermir, eləməyə. Zaten elədiklərinin, yəni etibarnamə ilə ən ciddi elədiyin bunların içində 2016-da gedib orada o prosesləri eləmək, o da Astarada. Elə buna görə ləğv edib də dövlət 2021-də neçə 100 min ikinci qrup. Yəni 3 də ola bilər, bilməm, 2 də ola bilər, 1 də ola bilər, 4 də ola bilər. Saxta, yəni nəticədə. Yəni ən ciddi elədiyim budur etibarnamə ilə. Yəni gəlib qol çək. Amma burada qəyyumluğun yoxdur axı sənin. Nəysə. Amma yəni etibarnamə ilə elədiyin şeylər, yəni nə olub?
bank, indi o banka da bu buradakı yazmışlar, bunların hamısı eyni şeyə necə xidmət edir, onları göstərirəm. Sən etibarnamə ilə elədiyin 2016'da orada o, siz orada nə eləmişsiniz bilmirəm, siz bilirsiniz onu. Sonra bank. Yəni mən bunları nə üçün danışıram? Hər kəs bilsin ki, siz sırf yəni onu örtbasdır eləmək. Bank. Mənim bank borcum var, Kapital Bank. Orada nə edirsən ki, güya ki, etibarnamə ilə? O normaldır, yəni qanunidir. Gedirsən, nümayəndə kimi iştirak edirsən. Amma buradakı sənin nümayəndə kimi gedib bankımda iştirak eləməyin etibarnamə ilə, o normaldır. O qanunidir yəni. Burada qanunsuzluqda var əslində dərinə getsək. Amma yəni qanunsuzluqdan onları qoyuruq bir kənara, məqsədin nə olub? Sənin məqsədin nə olub orada? Onlar yazır. Məsəl üçün, indi gəldik bura. Bax, 2024'də mən elə bil ki, mənə aparırsan reabilitasiyaya, üzrə 2 dənə yerdə, birində yazmışsan ki orada, yazmışsınız ki, üçüncüsüzdə orada izahat verirəm. Əliyev Şaiq, Əliyev Məhəmməd Rəsul, digərinin adını çəkmirəm. Hə, mənə reabilitasiyaya aparırsınız, özə birində yazmışsınız ki, məcburi aparmışıq, birində yazmışsınız ki, öz xoşu ilə getdi. Hansıdır bu? Hə, reabilitasiyada oluram 6 ay, ora belə aparmaq, yəni kimisə məcbur aparmaq qanunsuzluqdur bu. Bu konkret qanunsuzluqdur. Yəni bir insanın elə bil ki, aldadıb aparırsan orada. Sonra da zəng vurursan mənə, deyirsən ki, mənim etibarnaməm var, sənə lazım olsa mən 2 ildə orada saxlatdıraram, səni buraxam olmaz orada. Onda mənə orada deyirlər, hə, gülgünə şəkil çəkəndə, neynə şəkil çəkəndə, video çəkəndə və s. Yəni o belə qanunsuzdur da, yəni şeydə, reabilitasiyada məni saxlamaq məcburi. Amma sən damğanı qoyursan, qoymuşsan, damğanı qoymuşsunuz. Qoyursunuz. İndi onun alt qatlarını danışırıq da biz. Reabilitasiyada 6 ay. Sonra, ondan sonra Rusiyaya göndərirsiniz məni. 3 aya qədər qalıram orada. İşləmək istəyənə qədər, hə, yaxşı. Qala bilmədi orada. Bu 6-3 ay ərzində siz nə eləmişsiniz? Gəl ondan danışaq. Fakt, dövlət sənədləri ilə nə qədər saxtakarlıqlar eləmişsiniz? Mən 6 ay oradayım, 3 ayda burada. Ha, onda biz, mənim bank borcum var da. Mənim bank borcum var. Bank işçisi sonra gələr, nümayəndəsi tutaq ki, gələrsə kimsə, deyərəm ki, mənim burada məcbur saxlayıblar. O da, yəqin ki, o bankın nümayəndəsi də bunu yəni şey eləməz də, yəni bu mümkün deyil də, yəni onu çatdırmalı da, çatdırır. Yəni bir şəkildə orada şey olur. Sonra mənə apararlar məhkəmə, ekspertiza və s. Bütün oyunlarınız dağılmış olur. Yəni ona görə mənə sırf yəni telefonumuz adını söndürdünüz ki, özü bankda zamin də deyilsən, ha, heç bir şey deyilsiz. Heç kimin adının nömrəsi yox. Çünki bank mənə mikrokredit verir. Biznes krediti hər dəfə. Bir dənə də biri 10.000 manat idi mikrokredit. Bir dənə də ki 1500 yoxsa 2000, 1500. 1500. 2 dənə kredit. 2 dənə kreditdə eyni şeyləri eləmişsən. Bunlar hamısı sistemdə vardı onsuz. Bu da ikinci bank. Hər iki bankda nə eləmişsən ondan danışırıq. 6 ay ərzində, 3 ay ərzində. Sırf o müddət ərzində. Nə edirsən? Gedirsən. Özdə mən Şirvan Kommersiya Məhkəməsində olanda da orada nümayəndə qeyd eləmişdi ki, atası bizlə mübahisə elədi ki, orada pul çoxdur zaten.
belə etiraz eləmirsən də. Yəni bankdan mən pul verirlər mənə. Sən gəlirsən mənim orada mən azadlığımı əlimdən alırsan, orada da gəlirsən orada mübahisə edirsən. Mənim işimi daha da çətinləşdirirsən. Lap belə pul söhbətidir belə olsa belə. Amma mən üçün orada mən deyirəm axı sənin bir çox məqsədin ola bilər o bank məsələsində. Yəni bunun həm dövlət tərəfi var, həm də ki insanlar, qohumlar, ailə, uşaq, yoldaş onların gözündə göstərmək, yəni şey kimi. Bunun təfərrüatlarını öncəki videoda danışmışam. Sən nə edirsən? 2 dənə bankda gedirsən, iştirak edirsən və hər ikisini planlı olaraq şey edirsən, həm məndən görüşdürmürsən. Bəs görüşdürərdin də banka denən ki, bax oradadır. Onlar da gəlsinlər ora. Olmaz axı. Qanunsuzdur ora. Yəni rəsmi deyil. Onun ekspertizası var, tibbi məhkəmə və s. Yəni məhkəmə qərar verməlidir ki, bu şeydir də, yəni oradadır, yəni, necədir də, yəni necə olduğu. Yəni CD analizin şeyindən pozitiv çıxır. Bu insanı necə narkoman eləyə bilər? Mən biri ilə gedib oturum çay içirəm, şey edirəm, götürüm onu, atım onun çayına, suyuna nəsə, sonra da CD ilə o gedir o, həmin adam şey edir. Onda pozitiv çıxır. O necə o özünü sübut eləyəcək? Ekspertiza olacaq, məhkəmə ekspertizası, tibbi ekspertiza olur. Orada müəyyən olur ki, yox, bu başqa şəkildə olur. O insan şeyə çıxır. Yəni mənə orada deyirsiniz axı ki, şey eləmişik ki, səni narkolojda qeydiyyata düşmüsən sən orada. Qeydiyyatdasan, narkoman kimi. 2024-də bir dəfə məndən şey çıxdı, pozitiv çıxdı və onunla mən narkoman qeydiyyatına düşdüm. Bu necə ola bilər ki? Yəni onu demək istəyirəm ki, yəni dediyim kimi bir insanla şeyim var, onu zibilə salmaq istəyirəm, götürürəm onun çayına, suyuna atıram, nəsə o gedir, çıxardır və o gedəcək necə özünü şeyə çıxartmağa çalışacaq da, yəni ekspertiza zad belə. İndi bu sözümü yadınızda saxlayın, bu 18 oktyabr 2025. Eyni mövzunun ikinci şeyi olacaq orada, faktı. İndi sən hər iki bankında iştirak eləyib, yazırsan ora ruhi xəstə. Onda migrin yazardın da ora. Bəs migrindən almışsan axı, məni ikinci qrup eləmişsiniz. 2008-dən 2015-ə qədər də, sonra 2016-dan da 2021-ə qədər, yəni mənim heç birində bədənim yoxdur. Yəni ekspertiza yoxdur, şey yoxdur, müayinə yoxdur, heç birində. Nə o pensiyada müayinə olunuram, nə bu ruhi xəstə yazmışsınız, orada müayinə olunuram, nə o birisində müayinə olunmuşam, heç birində mənim canlı müayinəm yoxdur. Düz deyə bu bankda ruhi xəstə yazmağı, onsuz da o sən yazarsan, orada yaza bilərsən. Yəni onsuz da o təsdiq olunmur. Sən 100 dənə söz yaza bilərsən. Mən girim portala, məsələn oradakı yazım da yaza bilərsən. O təsdiq olmayıb zaten. Təsdiq olunması üçün araşdırılmaq lazımdır ona. Amma sənin məqsədin burada. Söhbət nədən gedir? Məqsədin. Birinci məqsədin odur ki, sistemə, beynində fikirləşməsi ki, bu sistemə şey düşsün, ruhi xəstə düşsün və s. Bir araşdırma olanda baxsınlar ki, orada ruhi xəstə yazılıb. Amma fikirləşmirsiniz ki, dərin araşdırma olanda o ruhi xəstə yazılıbsa, onun şey olmalıdır axı. Diaqnoz olmalıdır. Amma bir şəkildə əlinizdən gələn eləyirsiniz də. Bax, çünki gördünüz axı, 2024-də məni dəlixanaya apardınız, gördünüz ki, qəbul eləmədilər. Çünki qəbul eləməsi üçün mən analiz şey olmalıyam. Məni şey eləməlidirlər. Ekspertiza və s. sonra. Götürüb elə atacaqlar ora.
Ancaq edə biləcəyiniz elə beləsinə şeylər olub. Narkomanlıqda bir dənə orada pozitiv çıxdı, məni qeydiyyata salın. Düşürəm orada. Narkoman kimi. Yəni, bunları oxuyanda, bunları ki danışıram ha, övladlarımı bir dənə yadınıza salın. Ha, pula görə eləyirəm ha, bunları. Şeydir. Bunu da danışdı. Sonra o dediyim kimi, o tərəfdə məni şey aparırsan, o həmən 2008-dəki nerpatoloq olan işlədiyi özəl xəstəxanaya orada da götürürsən, yazdırırsan psixi xəstə, anlaqsız. Bunları çalışırsan, yazasan şeyə. 2008-2016-da gedən o şey yoxdur. Yəni, ora əlavə eləmək istəyirsən. Orada çünki yüngüldür axı, yəni miqrin. Ora əlavə eləmək istəyirsən. Gör ki, yəni sən rüşvətlə, saxtakarlıqla bunu eləməmsən. Orada da onu qeyd edirsiniz. Yəni, bir şəkildə iz buraxırsınız da, yəni ki, şey eləməyə çalışırsınız. Ha, indi bir dənə şey də deyim. Ha, orada mən bir dənə danışdım, indi onu da danışarıq. Belə onun davamını edirəm, danışıram. 2020-də, hə, bunlardan sonra, bunlar qutardı 2024-də. Sonra keçdim polis məsələsinə. Şimdi məni bir şəkildə əsəbləşdirmək, özümdən çıxartmaq bildiyin işdə, yəni manipulyatırsınız da. Ha. Özümdən çıxardırsan 2024-də, sonra polisi çağırırsan, ay Mənsur şüşəni qırdı, şeyi qırdı, kompüteri dağıtdı orada, şeylədi, sındırdı, yumruğu vurdu divara və s. Hə, mən polisə çağır, normal olaraq yəni ki, aparırlar polisə, bura 30-cu polis şöbəsinə. Sənin orada danışdığın sözləri bir-bir danışıram. Yəni, təsəvvür edirəm ki, bir ayın içində olanlara bax da sən. Ruhi xəstə şeyi, sonra o ardıcıllıqla. Sonra da ora polisə. Məni orada güclə saxlatdırırsınız. Yəni, məni ora aparırsan. Sonra da ora şeylər gəlir. Bir necə olursa, təbib gəlir ora, ya da təcili tibbi yardım. Ha, deyir ki, bu adam yəni ki, narkoman ola bilməz də. Orada deyirsən ki, yox, narkomandır o və s. Qışqır bağırır, yox, narkomandır. Deyir, əmi, dayı, yox da, deyirəm, narkoman deyil də. Belə də ki, sonra da sən orada yazırsan ki, deyirsən ki, şeydir, onlar mənə dedilər ki, aparmaq istəsən, özünüz də apara bilərsiniz. Hədə o sənə elə dedi, yoxsa sənə dedi ki, aparırsan, apardım, mən aparmıram. Əgər mən həqiqətən o dərəcədə, yəni ki, bir vəziyyətdə olsaydım, onda elə mənə elə təcili tibbi yardım aparardı da, polisin gücü ilə. Adam şeydir də, dağıdır hər yeri, bu adam təhlükədir, şeydir, bu dəqiqə cinayət eləyəcək. Biz onda elə, mən həmin günü elə polis şöbəsində idim də orada, içəridə. O, nədə onun adını bilməm. Polis də orada, təbib də orada, şey də orada, təcili tibbi yardım da orada. Sənin sözün əgər orada bir keçərli olsaydı, sən dediyin kimi olsaydım mən, onlar onu o cür görsəydilər, məni zorla aparardılar da onlar. Necə oldu bəz? O təcili tibbi yardım çıxdı, getdi, dedi, aparırsan özün apar gələn. Sonra o çıxdı, getdi, onda o aparardı da mənə, o aparmadı axı mənə. Onlar aparmadılar, onlar çıxdılar, getdi. Sonra sən, mən o şeydən eşidirdim, deyirdim ki, yox, güclə. Güclə məni saxlatdırmağa çalışırsan orada. Mən də etiraz edirəm. O polisin dediyi söz mənim qulağımdadır bu dəqiqə. Deyir ki, dayı, biz bunu burada saxlaya bilmərik. Sonra da rəis özü birbaşa mənə buraxır oradan. Mənim, yəni, əzbər yadımdadır da bu. Buraxır, çıxıb gəlirəm. Onda mənə niyə çıxart buraxdılar oradan? Elə
şey eləyərdilər də, elə özləri elə təcili aparardılar da mən. Yəni sənin dediyin kimi mən narkomanamsa, asılıyamsa, yəni maddə asılıyamsa, içki asılıyamsa, narkotik asılıyamsa və mən sənin o danışdığın dərəcədə idimsə, elə özləri aparardılar da məni. Konkret olaraq sənə dedilər ki, biz bunu burada saxlaya bilmərik. İndi burada o polisin haqqında öncəki videolarda danışmışam və bu tərəfdən də yəni ki, onsuz da şikayətlərim hamısı qüvvədədir. O sənə kömək eləmək, yəni ki, kömək eləməyə, sənin işi ört-basdır eləməyə 16 maydan etibarən. O nəyə görə onu eləməyə belə cəhd edib? Çünki sənin 2024-də o vəziyyəti qurmuşdun axı ki, polis sənə inansın. Yəni o tərəfdən də o cür manipulyasiya eləmişsən. Yəni sahə müvəkkilidir də. Özdə mən şikayəti getmişəm, növbətçi hissədə yazmışdım. O şeydən eşitdiyim də buydu. Dedin ki, mən sizin nə lazımdırsa eləyə qalsın, mən sizin qulluğunuzdayım. O sözlə belə həmin vaxtı məhəl qoymadılar. Onu türməyə basmağa, içəri getməlidir ki, o ağıllansın və s. Ya onu aparın şeyə, ora narkolojiya aparın, orada ya məştaqa. Halbuki sən 5 gün ondan əvvəl məni dəlixanalara aparırdın. Necə olur ki, yəni narkomanı sən o cür bil, çünki gördün ki, espri keçmir. Necə oldu ki, o yəni ruhi xəstə hansı, necə yəni bayaq dediyim kimi bir qərara gələ bilmədiniz də siz. Sizə indi də belə bu araşdırma, yəni onsuz da gedəcək. O araşdırma ümumiyyətlə mənə sərf edir də, yəni axı mən deyirəm, damğalar, qoyduğunuz damğalar, bu ancaq dövlət xətti ilə təmizlənə bilər də. İstəyirəm ki, məsəl üçün ekspertiza olsun və s. yəni ki, onlar olsun, özüm də bir rahatlığa çıxım da, yəni zehni olaraq. Çünki elə bir şeylər qoymuşsunuz üzərimə. Deyirəm axı, övladlarım var və s. Ha, yəni mən necə razı ola bilərəm ki, siz ört-basdır eləmək istədiyiniz şeyə görə mənim həyatım bu vəziyyətdə qalsın. Donsun, bu cür geçsin, davam eləsin. Bu videolarda boş yerə çəkmirəm ki mən. Ha, yəni o yazılan yalanlar ki var, o yalanların da müəyyən hissəsində çatdırın, qohumlara lazım olar, o işdə iştirak edənlərə. Ha, sonra nə yazırsan? Yəni qabaqdan gəlmişdik. Həm də ki, bilirsən, bilirsiniz axı mən bu işin üstünə düşmüşəm və mən şikayət eləməyə başlayıram. Yəni mühasirədə olmuşam da, yəni atdığım hər bir addımı öncədən biləcək bir vəziyyət yaratmışsınız zaten. Bilirsiniz ki, mən hansı addımı ataram, onu öncə qabaqlayırsan. Məsəl üçün, mən faktiki 16 mayda şikayət eləməyə, ondan sonra da yəni ki, başladım şikayət eləməyə. Sən nə yazırsan orada? 30 aprel 2026-cı il tarixdə sən özün, Məmməd Rəsul, polis idarəsinə müraciət eləmişsən. 30 apreldə. Müraciət edib deyirsən ki, Əlizadə Mənsur, necə də belə o sözü belə düzürsüz oradakı. Sanki bütün bunlar hamısı yəni ondan elə ört-basdır gedəcəkdi yəni ki. Zaten mənəviyyat söhbəti yoxdur, yəni ki bu yaxınlıq, valideyn və s. o söhbət yoxdur artıq. Əvvəl idi o mənim narahat edirdi, deyirdim, necə ola bilər, bir valideyn övladına bunu eləsin, bir əmi ölür. Onlar yoxdur zaten indi, o mənəviyyat yoxdur. Yəni o cür yəni mənəvi baxışla baxmıram, yəni, olmadığını çünki görürəm. Sadəcə yəni yalanlarınızı mən danışıram hal-hazırda, yəni bu mənə belə çox pis təsir edir, bu nə hərəkətdə, bunu niyə belə eləmişsiniz, adam belə eləyər deyə bir şey deyil, yəni hisslər yoxdur. 30 aprel 2026-da polisə müraciət edib deyirsən ki, Əlizadə Mənsur bir müddət əvvəl narkoloji xəstəxanada və Qurtuluş Reabilitasiya Mərkəzində 6 ay müalicə almasını, hal-hazırda evdə olmasını, evdə olduğu son aylarda da yenə də özündə olmamasını
Gecələr yatmır, aqressiv hərəkətlər edir, evin qapısını sındırıb və ailədə problem yaratması nəticəsində ailənin daim təhlükə altında olmasını haqqında yazmısan. İndi mövzu burada sənin nə yazmağından onu demirəm mən. İndi 30 aprel. Yəni mən 16 mayda polisə ilk ərizəmi yazıram ki, ortada bu saxtakarlıqlar var, 16 illik pensiya mənimsəməsi, digər şeyləri yazıram mən bunu 16 mayda. Yəni bu ərəfədə qəfildən gedirsən polisə, ərizə verirsən. Təbii ki, bilirəm, yəni tək düşünməmsən bunları. Yəni necə oldu ki, elə 30 apreldə ailə təhlükə altında oldu. Ona görə ki, sən artıq bilirdin ki, mən gedirəm şikayətlər eləyəcəm. Başımı da həmən ərəfədə ailə məsələləri ilə qarışdırdın. Ora qaçın, bura qaçın. Yəni sən onu o məqsədlə elədin ki, deyəsən ki, dəlidir, sayğılıyır, pula görə eləyir. Yəni mən bu cür qələmə vermək üçün onu elədin sən. Yəni şikayətvi deyirəm 30 apreldə. Yəni bu belə, bu attığın addım belə sizin 13 illik o pensiya, kompensasiya məsələsini örtbasdır eləmək üçün, yəni qabaqlayıcı kimi belə. Yenə də ora xidmət edir. Yəni bu özü də belə cinayətdir də, yəni. Yəni sən öz dilinlə deyirsən ki, ərizədə mənsur özündə olmur, aqressivdir, əsəbiləşir. 6 ay malcı alıb o şeyi gətirirsən ora. Yəni faktiki məni, yəni hüquqi olaraq məni anlaqsız, iradəsi zəif, yəni iş qabiliyyəti olmayan, yəni mühakimə qabiliyyəti olmayan kimi yəni göstərməyə çalışırsan. Yaxşı, 2016-cı ildə necə oldu ki, bu qədər anlaqsız adam idimsa? Yenə deyirəm, o 2011-dən 2024-ə qədər, 20-yə qədər işlədiyim, qazandı. Onları qoymuşam, onlar faktları. Sadəcə yəni 2010-15-də mən necə oldu bəs sənə bu qədər mən anlaqsız idim və s. Sənə etibarnamə verirəm, o birisini verirəm, sənəd işləri gedir. 1000 dənə işlər görürəm. İnsanlarla işləyirəm, şirkətlərlə işləyirəm, gedirəm, kompüterlər hazırlayıram, şəbəkə qururam və s. Yəni mən bu qədər anlaqsız idimsə və s. onda sən belə çıxır ki, sən o etibarnaməni onda nəsə saxta yollarla yəni ki, əldə eləmirsən də, yəni etiraf deyə bu yazdığın hər şey. Sonra orada təsdiq olunur ki, məndə mənsur psixiatriya xəstəsi deyil, sağlamdır. Yəni mənim reabilitasiyaya aparmaqda belə sizin məhkəmə qərarınız olmalıydı. Sonra bu 30 aprelə biraz da aydınlıq gətirək. Yazmışsan ki, bizim ondan daha öncə heç bir ədavət düşmənçiliyimiz olmamışdı və sırf yəni onu reabilitasiyaya yatızdırandan sonra bu tip şeylərdən sonra yəni ki, mən sizlə münasibətim pislənib yazmışsan. Ona görə belə də qaçırdınız şeydən, yaxınlaşmırdınız belə, süni şeylər yaradırdınız. Yəni, bunu da öncədən planlaşdınız, maraqlısınız. Sonra yazmışsan, Qurtuluş Reabilitasiya Mərkəzində yatırtmışdıq, məcbur olaraq. Bundan əvvəl yazmışsan öz istəyinə. Həmin vaxtdan onlar düşmüşdür. Bundan başqa onun uşaqlıqda miqreni olub. İndi birində zorla yazmışsan, birində öz istəyinlə yazmışsan. Nə yazmışsan? 2024-ə qədər aramızda heç bir problem yox idi və s. 25-ə qədər, 24-ə qədər. Amma bizim münasibətlərimiz, mən narkoman oldum, ona görə pisləşdi. Yəni, gəl bir dənə reallığa baxaq da. 2008-dən 2021-ə qədər adıma saxta sənədlərlə, yəni saxtakarlıqlarla adıma pensiyanı, kompensasiyanı yiyib mənimsəyəndə yaxşı. 2011-dən 2024-ə qədər o kassamda oturub pullarımı mənimsəyəndə, yəni o vaxta kimi mən yaxşı oğluydum.
Nə var ki, o 2021-də dövlət o şeyləri çıxartdı, bütün o şeyləri ləğv elədi. Ondan sonra başladı da bütün problemlər. Bizim problemlərimiz sizlə hamısı bu 2021-dən sonra başladı. Əvvəlcədən bilirdiniz də bu işlər bu yerə gəlib çıxacaq. Mənsur bunları araşdıracaq. Dövlət araşdıracaq. Hər kəs yəni ki, bu işləri biləcək. Bir şəkildə əlimizdən gələni eləyək. Mənsuru dəyərsizləşdirmək üçün nələrsə eləməliyik. İndi nə dedim? 18 oktyabr 2025. İndi onu deyirəm. Burada 30 aprel. Yazırsan oradakı yazmısan ki, Mənsur bizi evdən qovdu. Biz getdik 2 ay kiraya, biz getdik kiraya qaldıq 2 ay. Sizin o kirayaya köçmək məqsədinizi də bilirəm. Nə etmək istəyirdiniz onu da bilirəm. 2 ay plan qurursunuz ki, gedək ora, burada bir dənə bu məsələlər çıxsın. O da heç sırf yalan şeydən danışaq da, tarix yalanından. Yazırsan ora ki, 30 apreldə mənim ailəmlə problemim çıxır, mənim ailəm gəlir sizin evinizə. Bura, elə də yazımsan da 30 apreldə. Mənsur ailəsi ilə problemi yaşayır, ailəsi uşaqlarla gəlir kiraya qaldığımız evə. 30 apreldə necə o ora gəlir ki, 14 apreldə getmişdir rayona. Yaxşı. 18 oktyabr 2025. O sırf yəni narkomaniyaya aid danışıram. 18 oktyabrda mən öz istəyimlə, çünki həmin vaxtda elə çox şeylər qeyri-müəyyənlikdə idim, hələ çox şey bilmirdim. Həmin vaxtı mən öz istəyimlə, ailəmlə gedirəm ora, deyirəm gedək də, bəlkə heç fikirləşmirəm ki, bu damğa qoyulub mənə. Deyirəm ki, bəlkə narahatdılar, özümü belə gedim, yəni göstərim də, deyim ki, baxın da, yəni gedirəm, analiz verirəm. CD, görürəm, pozitiv çıxır. Bunu digər videolarda bilmirəm, danışmışam ya yox. Danışmışam, bilmirəm hansı video. Sırf bununla bağlıdır. Məndə pozitiv çıxır. Bir dəfə, 2 dəfə, 3 dəfə. Bu necə ola bilər? Orada əsəbləşirəm və s. Gəlirəm evə, sırf yəni sənin qoyduğun şeydə, damğa. Yəni görürsən ki, bu adamı heç cür şey elə bilmirik biz. Yəni nə dəli damğası qoya bildik, nə narkoman, ruhi xəstə, digər. Bir şəkildə onu eləyək də, yəni. Yəni bunu qoyaq onun üzərinə. Gəlirəm evə, hazırlaşıram ki, savası gün, gəlirəm evə, deyirəm, orada mənə dedilər, ayına dedilər, nəsə dedilər ki, orada getmək. Gəlirəm evə, deyirəm ki, bu nə məsələdir, necə ola bilər bu? Birbaşa səndən şübhələnirəm ki, sən nəsə eləmişsən, bu çıxıb burada. Səhərisi gündə ailə ilə problemi, ailə çıxdı, getdi rayona həmin vaxtı. Sənə deyirəm ki, bəs onda gedək başqa yollarla araşdıraq da bu. Bax, indi yadıma düşdü. Bunu deyərəm. Rusiyadayım. Qardaşım Şahi zəng vurub mənə nə deyir? Yox, Mənsur, sən şeyə görə gəlirsən bura. Orada mənə bir şəkildə eləyirsiniz. Orada da mən hələ başa düşməmişdim ki, bu elə bilirdim ki, əmidi həqiqətən də narahatdır. Sadəcə. Mənə deyir ki, telefonla. Yox, sən deyir, narkomansan, ona görə qalmışsan orada. Halbuki, yəni, qalmalı deyiləm də o cürdə, yəni. Yəni, mən əski parçasız zad deyiləm ki, o vəziyyətdə orada, onların öz yeri var. Maraqlı deyil mənə ümumiyyətlə oradakı vəziyyət. Telefonla mənə deyirsən ki, Şaiq, Əliyev Şaiq. Yox, sən dözə bilmirsən, ona görə gəlirsən. Sən narkomansan, ona görə.
Deyirəm, yox, gəlirəm onda şey eləyək də, elə onsuz da gəlirəm. Bir dənə araşdıraq da, görək, yəni ki, həkimlər zadılar. Həm də məni elə bir dənə şey eləmişsiniz. Mən özüm onsuz da özümdən şübhələnirəm. Mənə nəsə üçün nə damğa qoymusunuz ha. Onları mən özümdə onsuz da görürəm. Elə bilirəm anlaqsızam. Elə bilirəm həqiqətən də problem məndədir. Onsuz da mən özümdən şübhələnirdim də, elə yaxın vaxtlara qədər. Çünki onsuz da məqsədiniz o olub ki, bu adam özü-özündən şübhələnsin. Yəni, tək insanın işi deyil ki, onsuz da bu. Bir yerdə eləmişsiniz də bunu. Hə. Orada da o vəziyyət olmuşdu. İndi qayıdıram bu 18. Deyirəm, onda gəl 18 oktyabra da, yəni pozitiv çıxır, gəlirəm, deyirəm sənə ki, bəs onda gedək də. Yox, səni bu dəqiqə reabilitasiyaya basarıq ora-bura. Ailə də rayonda. Rövşən də mənə deyir, Mənsur, ata ilə bir dənə hallar, o hər şey oradadır, bax gör, ailə də gələcək. Sən necə oldu, sən ailənin gəlməyinə qərar verdin və o oldu? Yaxud getməyinə, yəni bu mövzuda. Hə, o vaxtı da mən onu ancaq düşünürdüm də, yəni yumuşaq şeyin tərəflərimlə mən hərəkət edirdim, zəif tərəflərimlə. Çünki şübhələr o qədər özümü də, yəni özüm ancaq şey eləyirdim. Bir tərəfdən də mən reabilitasiya qorxusuna salmışsın axı. Orada da olanda dedin axı səni 2 il orada saxlayaram lazım olsa. Deyirəm, afisyoda mən indi geçsin 5 il oradayım. Dedim, qoy, yaxşı, getmirəm. Mənə deyirsən ki, deyirəm, onda gedək sabah bir dənə, ümumi bir dənə ekspertiz da olsun. Mənə təzədən qorxutdunuz. Dedim, yox, qoy, eləməyim, hə. Şimdi o söhbət də orada o cür öldü. Mənə indi, yəni ki, indinlərdə mənə şey olur ki, oradakı çıxartdığınız, yəni orada çıxan pozitiv ki var, CD ilə. Biri başa sizin işinizdir. Birbaşa sizin işinizdir. Yəni onu orada çıxartdırmaq yox, yəni onun orada çıxmaq səbəbi hansısa yollarla. Buna əminəm də, yəni mən sübut eləyə bilməsəm də buna əminəm mən. Və mən tibbi ekspertiza tələb elədiyimə görə sən mənə bir şəkildə qorxutdun ki, getməyim ora. O işin üstünə getməyim. Halbuki onu eləmiş olsaydın, yəni o bugün bu şey olmazdı burada. Bu olacaq da onsuz da. Öz-özünə olacaq olar. Yəni mənim bu danışdıqlarım ki var, hal-hazırda araşdırma da gedir, gedəcək də. Yəni bir şey bilin ki, nə baş verir versin, yəni o dövlət xəttində olan o elektron epis, bu prokurorluğun elektron, oradan yəni mənim yazdığım heç nə silinməyəcək, heç bir şey kağızdan ört-bastır eləməyə axıra kimi gedəməyəcəksiniz. Bu axıra əvvəl çıxacaq hər şey ortaya. Yəni mən şikayətlərimi elektron qaydada o cür etmişəm. Yəni kağız-kağızla müəyyən vaxta qədər bu işi uzada bilərsiniz. Amma mənim oraya yazdıqlarım yəni heç vaxt silinməyəcək də. Onu oradan sildirə bilməyəcəksiniz. Heç bir pul, heç bir tanış oraya yəni mümkün deyil də yəni. Yəni hansısa o polis səni qurtara bilməzdi o işdən. Bu əvvəllər idi. Şikayətlər, kağızlar rəflərdə çürüyürdü, yaxud nə bilim nəsə olurdu. Dövlət elə bir sistem qurub ki, sizin kimi saxtakarlıqlarla dövlətdən pul mənimsəyənlər, onu ört-bastır eləməyə çalışanlar, ört-bastır eləmək üçün yalan şeylər yazanlar, ifadə verənlər. Yəni məsuliyyətdən yəni ki, yaxa qurtara bilməyəcəksiniz. Yəni mən 17 ildir kompüter sayəsində işləyirəm də, yəni mən artıq yəni öncə bilməsəydim də, yəni amma mən araşdıranda bu işin içində olduğuma görə bu elektron epis, din portalı, bunların nə olduğunu mən bilirəm. Mənə 2 ay bundan öncə nə deyirdin? Sən dəlisən, sən narkomansan, sən ruhi xəstəsən, sən özün yaratdığın şeyləri mənə deyirsən, kişi. Sənin dövlət heç bir şeyə qulaq asmayacaq, sənin şikayətlərinə
şikayətləri və baxan olmayacaq. Baxan olmayacaqdı. Olmaz, hə? Ola bilər olmasın. O rəflərdə əgər olsaydı, o kağızla olsaydı, hə? Oranı fikirləşməmişdiniz siz. Hə, sonra nə yazdı o? Biologiya, kimya, biologiya müəllimi işləyir. Yəni siz əslində bir cinayəti, yəni ağır cinayətlər qrupuna daxildir, yəni kateqoriyasına daxildir. Onu eləmək üçün digər elədiyiniz hər şeydə cinayətdir. Bu tərəfdən də mənə narkoman damğası qoyursan ki, yəni bir tərəfdən də pul məsələləri, bir tərəfdən öncəki videolarda demişəm onları. Maddi sıxıntılara salmaq və s. ki, yəni olsun da maddisi 0 manatla 1 manat belə pul xərcləməmişəm. Görün indi elədikləriniz necə bir vəziyyət alacaq. İnşallah. Özdən nə yazırsınız orada? İki qardaş. Bizə iftira atır. Böhtan atır. Yəni sizə mənim hər hansı bir əlavə bir nəsə, nə bilim, hansısa bir şey eləməyə ehtiyacım yoxdur. Yəni sizin elə öz elədiklərinizi elə mənim danışmağım, çatdırmağım hər yerə, elə o sizə elə bəs edir. Yəni mənim əlavə nəyəsə, ancaq sizin elədiklərinizdən danışıram. Yəni nə qədər danışmışam, ancaq sizin öz elədiklərinizdən danışmışam. Elə lazım olanları danışdım, digər lazım olanlar da bir şəkildə danışılacaq.